Bugün sizə elə bir sənədi, elə bir gizli sənədi açıqlamaq və izah etmək istəyirəm ki, həqiqətən də necə deyirlər, dağı yerindən oynada biləcək qədər güclü bir sənəd. Öncə səbəbini deyim, sonra sənədi açıqlayım. Son günlər xəbəriniz vardı ki, CNN kanalı Azərbaycan, İran, İsrail mövzusu barədə həqiqətə dayanaraq kiçik bir yazı yayınlamışdı. Bir çoxları atılıb düşməyə başladı ki, bu yalandır filandır, beşməkandır. Bunlar yalan deyil. CNN-in açıqladığı tamamilə doğrudur. CNN-in əlində artıqlamasıyla şok edici məlumatlar filanlar vardı ki, açıqlamır. Niyə açıqlamırlar? Bunu hər kəs bilir ki, aparıcı xəbər servisləri dövlətlərinin siyasətini yerinə yetirirlər. Bəzən hətta olmayan bir xəbəri də görürsən yaradırlar, elə şişirdirlər ki, dünya inanır. O yalanın əsasında bir ölkədə inqilab qaldırırlar. İranda etdikləri kimi tarixdə 2 dəfə, 3 dəfə. Bəzən olan xəbəri gizlədirlər, danırlar. Bəzən həmin olan həqiqi xəbəri saxlayırlar, gizlədirlər. Lazım olanda, öz mənfəətlərinə uyğun olanda ya hamısını, ya bir cüzi hissəsini açıqlayırlar. Hansı ki, CNN indi həmin işi görübdür. Yəni çox cüzi hissəsini açıqlayıbdır. Azərbaycanın İsraillə münasibətləri üzdə göründüyündən qat-qat artıqdır. Birinci bu ki, bunu bir çox adamlar bilir. Bunu dünyanın aparıcı dövlətlərinin, hətta canımız, qardaş dövlətimiz Türkiyənin istihbaratı da bilir. Hər kəs bilir. Azərbaycan bunu niyə gizlətmək güya ki istəyir filan beşməkan oturub hərdən Azərbaycan rəsmiləri sarsaq bəyanatlarla millətin başını aldatmaq istəyirlər. Mən onu başım çıxmır. Mən özüm də bu barədə 3 ildən artıqdır ki, gecə, gündüz sənədlər yayımlayıram, faktlar verirəm, dərininə getməmişəm, getmək istəməmişəm. Azərbaycan bizim dövlətimizdir, istəmirik çox dərinə gedilə filan. Bu arada demişik ki, ay bana, bunu bilənlər vardı, biraz özünüzü yığışdırın. Bunlar baxmır, eləmir filan. Bir də bunu heç hörmətli prezidentimiz cənab İlham Əliyev özü də gizlətmir. 2022 ya 2023-cü ildə idi. Hörmətli prezidentimiz nə dedi? Soruşurlar ki, İsraillə münasibətlər, deyir, İsraillə olan münasibətlərimiz gördüyünüz deyir, üzdə görünən deyir, ondan biridir, yəni 10%'dır. Ondan biri sözünü işlədir həm də. Və deyir ki, Azərbaycan-İsrail münasibətləri bir iceberg'ə bənzər, yəni buzdağına bənzəyir ki, o buzdağının ondan biri üzdədir görünür. Ondan 9'u hələ suyun altındadır, yerin altındadır. Bunu hörmətli İlham Əliyev özü deyir. Yaxşı, bu qədər dəhşətli, qorxunc münasibətlər üzdə ola-ola, hər kəsin də bildiyi kimi, Azərbaycan dövlətinin özü də göstərdiyi kimi, bunların hamısı əgər ondan biridirsə, demək ondan 9'u görünədir. Bəli, İsrail Azərbaycanla İranın dağıdılmasında böyük planları var idi, Azərbaycanın bunda iştirak etməsi və səbəb də çoxdur. Səbəb biri bu ki, Cənubi Azərbaycanda 30 milyondan artıq, hətta 40 milyon deyə biləcəyimiz bir sayda Azərbaycan türkü yaşayır. Bunu İsrail də çox qəşəng bilir, İsrail bizdən də yaxşı bilir. Azərbaycanda oluşmuş bir dövlət hələ mövcud deyil. Təzə qurulmuş bir ölkədir, təzə qurulmuş bir dövlətdir. Hələ bu dövlət oluşmayıbdır. Bu nə qədər çəkəcək? 100 il, 30 il keçib, 40 il keçib, hələ bir 50-60 ildə var irəlidə. Ta dövlətləşə, dövlətin nə olduğunu bilə. Açıqlayacağım sənəd, buyurun. Mən burada göstərirəm sizə. Kim bunu istəsə, kim istəyirsə aşağıda komment filanda yazın, yorumda filanda yazın, mən göndərim. Bu sənəd məndədir. Sənəd 2009-cu ildə Amerikanın Azərbaycan Respublikasında Bakıda səfir müavini vəzifəsində işləyən Donald Lu götürür, yazır və göndərir Amerikanın Dövlət Departamentinə, yəni Amerikan Xarici İşlər Nazirinə. Harada? O zaman da Dövlət Departamentinin Foggy Bottom'da, Amerikada. Oraya göndərir, orada başlığı belədir. Çox qorxunc başlıqdır ha. Qorxunc başlıqdır. Bunu mən demirəm. Bunu Amerikanın Azərbaycandakı səfirinin müavini Donald Lu deyir. Sənədin başlığında belə yazır. Yazır tam məxfi. Tam məxfi. Gizli sənədin başlığında yazılır ki, İlham Əliyev Azərbaycanı addım-addım yəhudiləşdirir. İlham Əliyev Azərbaycanı addım-addım, yavaş-yavaş yəhudiləşdirir. Bunu dediyim kimi Amerikan diplomatı deyir Bakıdan. Və bu addım-addım, yavaş-yavaş söhbət var. Bu bir yəhudi siyasətidir. Bunlar görürsünüz, bir sıfırdan bir işə başlayırlar. Biz olanda deyir, hadi tez ol, gedək, eləyə filan.
Onlar eləmir bu işi. Onlar o qədər yavaş-yavaş eləyir. Bilirsən ki, 3 ayda görüləsi bir işi 20 ildə görürlər, amma nəticə alırlar və qazanırlar. Tarix boyda qazanıblar. Nəysə, həmin Donald Lu, Amerikalı diplomat Bakıdan göndərdiyi gizli sənəddə mövzunu təhlil eləyir. Deyir, mən nigaranlığımı bildirirəm bu sənəddə, görürsün sənədi. Deyir ki, İlham Əliyev Azərbaycanı addım-addım yəhudiləşdirir. Bu qorxunc bir haldır. Sənəd ora gedən kimin sənədə tam məxfi möhrü vurulur, sənəd gizlədilir, üzə çıxmır. Niyə? Amerikanın yarıdan çoxu sionistlərin əlindədir. Elə bunların özünün əlindədir, yəhudilərin. Ona görə bunu gizlədirlər. Bu sənəd 2023-cü ilin əvvəllərində mənim əlimə keçdi. Mən şok oldum, araşdırdım, baxdım, gördüm, həqiqətən belə bir sənəd vardı. Nömrəsi filanı vardı sənədin üstündə, baxın. Hər şey vardı. Sonra mən bunun hamısının tərcüməsini sizə eləmək istəsəm, saatlarla gərək vaxtınızı yalam, onunla da heç kimin hövsələsi vaxtı olmayacaq qulaq asa. Sadəcə dedim, sənədi istəyən olsa verə bilərəm mən və hətta yenə açıqlayayım mən bunu. 2023-cü ildə mən bunu Azərbaycan siyasi camiəsinin ən aparıcı şəxsiyyətinə, ən aparıcılardan demirəm, amma ən aparıcı şəxsiyyətinə əldən vermişəm mən bunu. 2 dəfə bu barədə onunla üz-üzə görüşmüşəm bu günə qədər son 3 ildə. 2 dəfə görüşmüşəm, demişəm qardaş, müəllim, bəy, baxın bu qorxunc durumdur, bunu dünya bilir, bu barədə bir düşünün filan bişmişəm. Demişəm mən, bu sənədin də ona üzünü vermişəm. Yəni bu sənədi dövlət də bilir, artıq filan da bilir, bilməsəydi də mən verəndən sonra bilir, dövlətimiz də bilir, başqaları da bilir. Başqaları dedim, yəni ən zirvəni mən nəzərdə tuturam. Bilirlər. Odur ki, durub burada biri bu internet üzərində filanda bir həqiqəti də paylaşmaq istəyəndə, insanlara bilgi vermək istəyəndə, altında o yorumlarda hücum eləməyin. Boş-boşuna, nağıl, cəfəngiyat filan. Biraz ağılla düşünün, baxın, görün ki, bu nədir, bu nə deyil. Bu vardı, hələ deyilənlər çox azı deyilibdir, ondan biri deyilməyibdir. 10 qat artıqlaması ilə, 100 qat artıqlaması ilə vardı. Allah Azərbaycanı qorusun. Bunu İnanın ürəkdən deyirəm. Allah Azərbaycanı qorusun. Azərbaycan başı çıxmayan yerlərə başını soxur. Başı çıxmayan yerlərə başını soxur və çox da günahlandırmır, amma təcrübə yoxdur. 30 illik dövlətdə təcrübə olmaz. Bir dövlətin təcrübəyə, bilgiyə, səmimiyyətə dayanaraq, istihbaratına dayanaraq ağlı kamil olmalıdır. Və buna dövlət ağlı deyilir. Odur ki, Azərbaycanda bu yoxdur maalesef və dediyim kimi də suç deyil, günah deyil. Niyə? Çünki dediyim kimi təzə bir dövlətdir, filandır və mafiya baş alır, gedir dövlətin içində oğurluq, doğurluq, yalan, palan, fırıldaq, əyrilik, düzlük hər şey baş alıb gedir. Dövlətin ən azı istihbarat sahəsində əyrilik olmamalıdır ki, o dövlət qoruna bilməlidir. Uzmanların əlində olmalı. Türkiyəyə baxın siz, Türkiyədən ən azı dərs alınmalıdır. Hər halda bu sənəddə çox qorxunc şeylər açıqlanır. Mən dediyim kimi və rəsmi sənəddir, gizli, tam gizli bir sənəddir. Gizli möhrü üstünə vurulmasını da kim vurub? Dövlət Departamenti Siyasi İqtisadi Müşaviri Rob Garverik tərəfindən oxunubdur ilk öncə. Bu telegram ora gedəndən sonra, Kebel deyirlər, Kebel ora gedəndən sonra oxunubdur və tam məxfi damğası, peçatı üstünə vurulub və arşivləşdirilib. İstəyən olsa mən bunu göndərərəm, görərsiniz. Lakin demək istədiyim budur ki, BBC-nin yayımladığı bütün xəbər doğrudur, hətta həqiqətdən 10 qat azını göstərir.